Salam əziz məktəb dostlar və məni izləyən valideynlər. Bugün Səhəngin Xəcaləti bədii mətnini və Çayın tarixçəsi mətnlərini izah edəcəm. Əvvəlcə bədii mətndən başlayaq. Rəvayətə görə qədim zamanlarda sahibinə sadiq vəfalı bir xidmətçi var idi. Bu xidmətçinin 2 səhəngi var idi və hər gün bu səhənglərlə sahibinin evinə su daşıyardı. Ancaq səhənglərdən birində çat olduğu üçün suyun yarısı yolda axıb hədər olardı. Ona görə də xidmətçi hər dəfə sahibinin evinə səhəngin yarısı qədər su gətirib çatdırardı. Beləcə düz 2 il xidmətçi bu səhənglərlə su daşıdı. Günlərin bir günü çatlaq səhəng bu vəziyyətlə dözə bilməyib xidmətçiyə belə dedi: "Əziz dost, özümü çox pis hiss edirəm və bu halımdan xəcalət çəkirəm. Xahiş edirəm, məni bağışla." Xidmətçi səhəngdən nə üçün xəcalət çəkdiyini soruşduqda belə söylədi: "Çat olduğum üçün sən kifayət qədər su daşıya bilmirsən. Mənim qüsuruma görə əziyyətin hədər olur." Xidmətçinin üzündə təbəssüm yarandı. Həlim səslə səhəngə dedi: "Kədərlənmə əzizim. Yəqin ki, hər gün səninlə bərabər qət etdiyimiz yolda çiçəklərin olduğuna diqqət etmisən. Bunun səbəbkarı sənsən. Çünki mən sənin bu xüsusiyyətini görüb getdiyimiz bütün yollara çiçək toxumları səpmişdim. Sən isə özün də bilmədən hər gediş-gəlişdə onları suluyurdun. Mən də bu 2 il ərzində hər gün o gözəl al-əlvan çiçəklərdən toplayıb sahibimin evinə gətirdim. Bu çiçəklər də onun evinə gözəl qoxular saçdı. Sənin qüsurun sayəsində mən sahibimin sevgi və hörmətini qazandım." Mətnə əsasən doğru fikri müəyyən edin. Hər 2 səhəng çatlaq idi. Xeyr, səhənglərdən biri çatlaq idi. Səhəng öz vəzifəsini yerinə yetirə bilmədiyi üçün xəcalət çəkirdi. Bəli, doğrudur. O, sahibinin evinə tam su daşımadığı üçün xəcalət çəkirdi. Mətndə hansı epizoda rast gəlmək mümkün deyil? Xidmətçinin hər gün sahibinin evinə su daşıması. Baxaq bir dənə. Məncə bu var idi. Hə, baxın, hər gün daşıyırdı deməli, doğru fikirdir. Səhəngin işini layiqincə görə bilmədiyi üçün utanması. Bəli, doğrudur. Xidmətçinin su daşımaq üçün səhəng alması. Xeyr, yanlışdır. O yeni səhəng almamışdı. Mətnin ideyasına uyğun gələn aforizmi müəyyənləşdirin. Ən böyük istedad öz eyblərini görə bilməkdir. Əsl gözəllik görünüşlə yox, ağıl və kamalla ölçülür. Ən böyük miras düzgünlükdür. Heç kəs səhvini boynuna almamalıdır. Cavab A variantı. Mətnə əsasən hansı suala cavab tapmaq mümkün deyil? Səhəngin xəcalətinə səbəb nə idi? Xəcaləti onun sınıq olması idi. Xidmətçi ev sahibinin yanında necə hörmət qazanmışdı? Hər gün sınıq səhəngin suladığı çiçəklər böyümüşdü və həmin çiçəkləri sahibinə apardı və hörmət qazanmışdı. Xidmətçi səhənglərlə neçə il su daşıdı? 2 il su daşıdı. Xidmətçi öz sahibinə neçə il idi ki, xidmət edib? Bu göstərilmir, bu məlumat yoxdur. Sadəcə olaraq səhənglərlə o sınıq halda 2 il su daşıdı. Ola bilər ki, o sahibinin yanında bir 10 ildir, 7 ildir, 15 ildir işləyir. Amma səhənglərdən biri sınıq olduğu halda 2 il su daşıyırdı. Aşağıdakılardan hansı fərqləndirilmiş sözün izahı edir? Fərqləndirilmiş söz xəcalət çəkdiyini. Gəlin baxaq. Xəcalət çəkmək utanmaq deməkdir uşaqlar. Hansısa qüsurunu, nöqsanını bilib utanmaq, bəli. Ona görə utanırdı səhəng. Aşağıdakı xüsusiyyətlərdən biri səhəng obrazına aid edilə bilməz. Öz sahibini düşünür, doğrudur. Öz vəzifəsini yerinə yetirə bilmir. Yəni, öz vəzifəsini tam olaraq yerinə yetirə bilmirdi.
yəni tam yerinə yetirə bilmir, yoxa çaşdım əslində. Yəni qismən yerinə yetirə bilmirdi. Yəni biz deyə bilmərik ki, o tamamilə yerinə yetirə bilmirdi. Öz qüsurunu dərk edirdi. Amma su daşıdığı üçün peşman olur. Xeyr, peşman olmur. Sadəcə olaraq suyu tam daşıya bilmədiyi üçün peşman olur. Aşağıdakı epizodlardan hansı mətnin giriş hissəsinə aiddir? Səhəngin üzrxahlıq etməsi, xidmətçinin hər iki səhənglə su daşıması. Bəli, cavab B variantı. Baxın, burada nə deyir? Bu xidmətçinin iki səhəngi var idi və hər gün bu səhənglərlə sahibinin evinə su daşıyırdı. Bu giriş hissəyə aiddir. Aşağıdakı xüsusiyyətlərdən biri xidmətçiyə aid edilə bilməz. Tənbəldir. Xeyr, tənbəl deyil. Ona aid xüsusiyyət deyil. Səbəb-nəticə cədvəlinə əsasən nöqtələrin yerinə uyğun olan fikir müəyyənləşdirin. Səbəb, xidməti səhənglə getdiyi yollara çiçək toxumları səpdi. Nəticədə çatlaq səhəngdən axan su getdikləri yol boyunca çiçəkləri suladı. Cavab A variantı. Hansı hadisə daha əvvəl baş vermişdi? Səhəngin üzrxahlığı, xidmətçinin yollara toxum səpməsi, xidmətçinin ev sahibinin hörmətini qazanması, yolda çiçəklərin açması. Burada cavab A variantı. Səhəng üzrxahlıq edir. Çayın tarixçəsi. Bu informativ mətndir. İnformativ mətn nə deməkdir? O deməkdir ki, orada dəqiq faktlar, tarixlər verilir. Çay miladdan əvvəl 2737-ci ildə Böyük Çin İmperatoru Shen Nung tərəfindən təsadüfən kəşf edildi. Shen Nung bir gün bağçada ağzı açıq qabda su qaynadarkən kolluqdan bir neçə yarpaq qaynayan suyun içinə düşdü. Nung yarpaqları suyun içindən yığmağa macal tapmadan yarpaqlar suda qaynamağa başladı. Ətrafa xoş bir qoxu yayıldı. İmperator maraqlanıb suyun dadına baxınca çayı kəşf etmiş oldu. Çay bugün dünyada sudan sonra ən çox içilən içkidir. Çay ilk dəfə Avropaya dərman bitkisi kimi gətirilib. Tacirlər onu revmatizm, mədə ağrıları əleyhinə dərman vasitəsi kimi satırdılar. Deməli, çay ilk dəfə nə kimi, nə vasitəsi kimi gətirilib Avropaya? Dərman vasitəsi kimi. Hansı xəstəliklərdə istifadə olunur? Revmatizm, mədə ağrılarında. Alman həkimləri isə 40 yaşından sonra çay içənlərin çox zərər görəcəklərini iddia edirdilər. İngiltərədə çay içmək vərdiş halına gəlincə, qəzet və jurnallar evdar qadınların günlük normadan çox çay içdiklərinə görə ev işlərinə soyuq yanaşdıqlarını yazmağa başladı. Hal-hazırda çayın yayılmasına ən çox təsir edən faktor paket çayın icadıdır. Bu icad Thomas Sullivan'a məxsusdur. Qəhvə və çay ticarəti ilə məşğul olan Sullivan tez-tez müştərilərinə çay nümunələri göndərirdi. Dünyada ən çox çay istehsal ölkələr arasında Azərbaycan da yer alır. Ölkəmizin çaydan istifadə tarixi qədim dövrlərə gedib çıxır. Alman həkimlərinin çay ilə bağlı iddiası nə idi? Çay içənlər 40 yaşdan sonra zərərini görəcəklər. Baxın burada. Sonra baxaq. Mətndə hansı sual cavab tapmaq mümkün deyil? Çay ilk dəfə kim tərəfindən kəşf edildi? Çin İmperatoru Shen Nung tərəfindən kəşf edildi. İlk dəfə çaydan nə məqsədlə istifadə olunurdu? Dərman vasitəsi kimi. Paket çayı kimi icad etdi? Thomas Sullivan. Əgər doğru dedimsə, bəli, Sullivan. Ən bahalı paket çayın qiyməti isə qeyd olunmayıb. Sual cavab tapmaq mümkün deyil. Mətnə əsasən hansı doğrudur? Ya çay
yalnız xəstəliklərin müalicəsi üçün kəşf edilmişdir. Deməli, mətnə əsasən doğru olan fikir A variantıdır. Çay yalnız xəstəliklərin müalicəsi üçün kəşf edilmişdir. Burada isə deyir ki, yanlış cavablara bax. Paket çayı ilk dəfə Shen Nung icad etmişdir. Xeyr, Thomas Sullivan kəşf etmişdir. Azərbaycan dünyada ən çox çay istehsal edən ölkələrdir. Ayı, üzr istəyirəm, mən bunu qarışdırdım. Azərbaycan dünyada ən çox çay istehsal edən ölkələrdən biridir. Çayın kəşfində və yayılmasında hansı ölkə rol oynamışdır? Çin. Cavab A variantı. Mətnə əsasən hadisələrin ardıcılığı hansı bətdə düzgün verilmişdir? Deməli, Shen Nung tərəfindən çayın kəşf edilməsi. Bu ilk idi. Paket çayların hazırlanması, çayın Avropaya gətirilməsi, Alman həkimlərinin iddiaları. Deməli, daha sonra ikinci uyğunda Alman həkimlərinin iddiaları. Paket çayların hazırlanması və çayın Avropaya gətirilməsi. Gəlin bir də baxaq. Bir dəqiqə. Deməli, birinci çay kəşf edilib. Daha sonra çay Avropaya gətirilib. Çay Avropaya gətirilib. Daha sonra Alman həkimlərinin iddiaları olub. Sonda isə paket çaylar yaradılıb. Deməli, bəli, Shen Nung tərəfindən kəşf edilib, ikinci Avropaya gətirilib, sonra Almanlar tərəfindən fikir söylənilib, daha sonra isə paket çay istehsal edilib. Cavab B variantı. Biri mətnin yarımbaşlığı ola bilər. Çayın ilk dəfə kəşf edilməsi ola bilər. Bəli, doğrudur. Biri mətnin yarımbaşlığı ola bilər. Burada çayın faydaları haqqında danışılırdı. Revmatizmə istifadə olunması. Bir dəqiqə, bir dənə baxaq. Düzdür, burada çayın ətrinin necə olduğu qeyd olunub. Sadəcə olaraq düşən yarpağın ətrafa bir xoş oxu payladığını qeyd edirlər. Burada yarımbaşlığı ola bilməz məncə, olacaqdır sual. O da çayın növləri olacaqdır ki, burada çayın növləri haqqında danışılmır. Cavab C variantı. Mətnə əsasən çay hansı xəstəlikləri müalicə edə bilər? Mədə ağrılarını. Üzərində rəqəm yazılmış hansı söz məcazi mənada işlənmişdir? Vasitə kimi gətirilib, doğrudur. Dərman vasitəsi kimi satdılar, doğrudur. Yəni həqiqi mənadır daha doğrusu. İngiltərədə çay içmək vərdiş halına gəlincə, yəni gəlmək məcazi mənadadır. Yəni vərdişin ayaqları yoxdur ki, gəlsin harasa. Cavab D variantı məcazidir. Biri fərqləndirilmiş sözün mənasını izah edir. Fərqləndirilmiş söz faktordur. Faktor səbəb deməkdir. Deyir ki, bunun hal-hazırda çayın yayılmasına ən çox təsir edən faktor, ən çox təsir edən səbəb paket çayının icadıdır. Səbəb-nəticə cədvəlinə əsasən nöqtələrin yerinə yazıla biləcək fikri müəyyənləşdirin. Təsadüfən suya düşən yarpaqlar qaynamağa başladı.
ətrafa gözəl qoxu yayıldı. Biri ancaq bu iddialar çayın dünyada geniş yayılan içki olmasının qarşısını ala bilmədi. Cümləsini qarşısında rəqəm yazılmış hansı olurlar? Mən düşünürəm ki, bu almanların fikirlərindən sonra, yəni ikincidən sonra. Almanlar deyirdi, 40 yaşdan sonra içmək ziyandır. Ona görə ola bilər ki, ikinci abzasa əlavə edilsin ki, ancaq bu iddialar belə çayın dünyada ən çox içilən içki olmasının qarşısını ala bilmir. Çərçivədəki fikirlər tamamlayan cümləni müəyyənləşdirin. Çay ilk dəfə Avropaya dərman vasitəsi kimi gətirilmişdir. Çünki bəzi xəstəliklərin müalicəsində istifadə olunurdu. Boşluğa hansı... Ay, yox, bitdi bu qədər.